Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün sizə sertifikasiya ibtidai 2023 imtahanda olmuş imtahan sualının izahını verəcəm. Gəlin baxaq görə bu sualı necə həll etmək lazımdır. İşçilərdən biri 5 saata 255 kisə, digəri 3 saata 180 kisə yığır. Biz tez hər bir işçinin 1 saatda gördüyü işi tapırıq. Yəni 255-i 5-ə böləcəm. 255-i 5-ə böləndə edir 51 kisə. Yəni birinci işçi 1 saata 51 kisə daşıya bilir. İkincisi isə 183-ə bölürəm. 180 bölünsün 3 bərabərdir 60 kisə. 1 saat ərzində biri 51 kisə daşıyır, biri 60 kisə daşıyır. Saat 8-də iş başlayır və nahar fasiləsi 3 dəfə olur. 99 kisə yerdə qalır. Bu hissə imtahanda da bu formada verilmişdi və yerdə qalır hissəsini belə izah edirlər ki, yəni biri 60 daşıyanda, biri 51 daşıyır. Hər dəfə bu adam, 51 daşıyan adam 9 dənə az daşıyır. 9 hardan alındı? Bu 60 daşıyanda, bu 51 daşıyır. Hər dəfə 9 kisə bu yerdə saxlayır. Bu 9 kisələr yerdə qala 9, 18, 27 arta günün sonunda 99 kisə yerdə qalır. Bu 99 kisəni mən 9-a bölməklə bunların neçə saat dayanmadan işlədiyini tapa bilirəm. Çünki hər saatda biri 60, biri 51 aparır. Yəni hər saatda yerdə 9 kisə qalıb. 99-u 9-a bölürəm, görüm neçə dəfə bu baş verib, yəni bu daşıma prosesi baş verib, neçə saat davam edib. 11 saat davam edib ki, hər saatda 9-u yerdə qala 11 saata 99 kisə yerdə qalmış olsun. İndi iş 8-də başlamışdı, 20-də qutardı. Tez 20-dən 8-i çıxıram, görürəm ki, iş saatı 12 saatdır. 12 saatın 11 saatını dayanmadan bunlar kisə daşıyıblar. Deməli, yerdə qalan 1 saatı da nahar fasiləsi üçünmüş. Neçə nahar olub? 3 nahar olub. 1 nahar olsaydı cavab 1 olardı da, hər nahara 1 saat. Amma 1 saatı 3 nahara bölüblər. Yəni biz burada 1-i böləcəyik 3-ə ki, hər bir nahar nə qədər saat? Kəsrlə necə göstərilir? 1 saatda 3 nahar olubsa, naharın biri 3də 1 saat formasında olur. Yəni 1 saat 60 dəqiqədir məntiqlə. 60-ı 3 yerə böləndə hər nahar 20 dəqiqə olur. 20 dəqiqə də saatın hansı hissəsidir? 20 dəqiqənin saatın hansı hissəsini tapmaq üçün 20-ni 60-a bölürsünüz. Bu da ixtisar gedir. Yuxarını aşağını 20-yə bölürəm. 3də 1 qalır. Yəni sualımızın cavabı A variantı 3də 1 olur.